suverenliğimizin bərpa olunması uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla bir dəqiqəli sükutla yad edilir. Ruhlar şad olsun. Şəhidimizin öz dilindən, öz sözlərindən, bilmirəm təsadüfdən bu yadgar olaraq qalıb və Allah'ın bir qismətidir. Özünü eşitdik, özünü dinlədik, özünün arzularını eşitdik. Bir şəhid anası üçün, bir şəhid atası üçün, bir şəhid övladı üçün və şəhid həyat yoldaşı üçün bunları eşitmək, Allah'ın cemaati, sağ olsun bura gelenler, sağ olsun cemiyetimiz, sağ olsun rehberliğimiz, sağ olsun bu halk. Şəhidin bu cür qiymətləndirir, şəhidinə bu cür dəyər verir. Bir anlıq, mən hər dəfə şəhid məzarı önündə duranda o şəhidlərin gözlərinə baxıram və onların arzularını oxumaq istəyirəm. Çox çətindir. Gülər üz, həyat eşqi ilə dolu, amma qəlbində özü arzuladığı kimi şəhidliyi arzusu olub. Dualarında bunu bildirib, sözlərində bunu bildirib, hətta döyüşdə olanda belə bunu bildirib. Və onun məzarında biz çox aciz insanlarıq. Bu aləni tək qoymadı. Bu gül balaları burada, indi ola fikirləşirlər ki, bunlar görürsən bura niyə gəliblər? Elə cənnətin qapısını açırlar, bax o uşaqlar bizə. Bir şəhid atası olaraq, şəhid valideynlər adından, hamımıza sağ ol deyirəm. Sağ olun ki, belə günlərdə yanımızda olursunuz. Vallahi biz bununla bir bazı təskini tapırıq ki, doğrudan da övladlarımız boşuna dünyasını dəyişməyib. Amma tək qalanda çox təəssüf edirsən ki, kaş yanımda olardı. Amma insanlarla toplaşanda, deyirsən, bax bu insanlar üçün, bunların gələcəyi üçün, yaxşı yaşamasından ötürü, gözəl həyat keçirməsindən ötürü, mən arzu edirəm ki, bax bu gül balalar gözəl böyüsünlər, yaxşı təhsil alsınlar, gözəl günlərin həm öz qohumlarına, valideynlərinə, babalarına, həm də bax bura gələnlərin hər kəsinə qismət eləsin ki, biz bunların ən xoş günündə yiyəcək. Orada da təbrik eləyək, orada da sizin sevincinizdə şərik olaq. Ruhlar şad. İnanın ki, burada sağ söz tükənməz, amma hər kəs üçün vaxt ayıraq. Ruhlar şad olsun, həqiqətən Allah səbir versin. Çox sağ olun. Kim bölüm? Qəhrəman şəhid anaları, şəhid ataları, bugünkü tədbirin iştirakçıları, sizin hər birini salamlayıram. Və biz bu günlərin növbəti şəhidimizin anım gününün əlaqədar bura toplaşmışıq. Bəli, nə lazım idi, Hüseyin müəllim qeyd elədi. Biz zaman o günü gözləyirdik ki, Ali Başkanımanlarımız bir əmir versin, uzun müddət işğal altında olan torpağımız işğaldan azad olsun. Və bu gənclər ki, hansı ki o qəhrəman ailələrdə böyümüşdür, zaman onlar o ailələrdə vətənpərvərlik uğrunda, torpaq uğrunda söhbət edirlərdi və bir yaxları Hüseyin müəllim qeyd elədi, həmmət ki, onlar bu günü gözləyirlərdi ki, həmən gün, qismət bunların imiş. Ki, yəni bu zaman bu günə çatacaq, zaman yetişəcək, həmən zaman yetişəndə bu gənclərimiz bütün xalqla birgə olub torpağımızı işğaldan azad edəcəklər. Bu günlərin Ağdamın işğaldan azad olunan günüdür. Bəli, o qəhrəmanlar, o igidlərimizin hesabına o boyda Ağdamımız, Füzulimiz, digər bölgələrimiz hamısı işğaldan azad olundu və torpaq qansız olmur. Onların, bu torpaqların qarış-qarış alınmasında əlbəttə onların qəhrəmanlıqları çox böyükdür. Zaman keçəcək, onların göstərdiyi qəhrəmanlıqlar ilbəyə təhlil olunacaq və şəhidlərimiz əlbəttə ki, ölmür. Şəhidlərimiz daimi yaşayacaqlar və onlar insanların qəlblərində yaşayacaqlar. Və siz biyaqların gördünüz ki, həmən o gənclər ki var, onlar hər birisi müharibəyə getməmişdən qabaq da bu müharibənin o şəhidimiz bir ki, girdiyi axırıncı döyüşdə bu günlərin bu şəhid olacaq. Onlar bir-birlərinə yazıda yazıblar, bir-birlərinə tövsiyələrini deyiblər, bir-birlərinə arzularını da bildiriblər. Və onlar danışdıqca onlar qeyd edir ki, bəli, bu şəhidimiz gedəndi və bildirdi ki, bunu çatdırarsınız. Gələcək nəslə, evə, ailə, bu günlərin şəhid olmaq üçün gedir.
Allah şəhidlərimizə rəhmət eləsin. Allah bu analara, atalara, Allah başlarını uca eləsin. Ki, belə bir qəhrəman valideyn övladlarının hesabına gələcək nəsil başı dik gezəcək. Və biz artıq bu torpaq... Allah şəhidlərimizə rəhmət eləsin. Allah bir daha hamısının başını uca eləsin. Allah istivar eləsin. Və şəhidlər heç vaxtı ölmür. Onlar həmişə yad olunur. Onun ili yoxdur. 5-ci il, 10-cu il, nə bilim, 100-cü il. Onlar həmişə qeyd olunmalıdır. Onlar anılmalıdır. Gələcək nəslin də heç vaxt yadından çıxılmamalıdır. Daimi burada yox. Bütün küçədə də, məclisdə də həmişə şəhid ailəsi öndə olmalıdır və yad olunmalıdır. O onun hamımızda borcudur ki, həmən o şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Çox sağ olun. Mükemmelim, çok sağ olun. Qəlbinizin bilirəm dərinliyindən gələn bir də həm Eloğlu deməz Göyçayın bütün kəndləri hamısı bizimdir, amma bir də var ki doğulduğum bir torpaq var. Bilirəm, yəni ona görə deyirəm. Mən orada iştirak eləmişəm. Abdülcəmil oğluna bir yerdə şəhid olmuş. Cənnətin mahnı olmuş. Qardaş bir dərdək. Allah heç kimə göstərməz. Həmin günü mən götürdüyüm oyunun 9'u yürüyüş falan geçmişti. Fəxrlədim. Maşınları cənnət olsun. Var, bu kəndi mən xoşum gəldi. O gözəl balalar saxlasın. Xalqan onları xeyirlər görsün ki. İnşallah. Çox sağ olun. Hörmətli bacılar, qardaşlar. Mən də Ağdaş rayon şəhid ailələr adından hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Biz bugün bura qəhrəman şəhid balamız Abdülcəlilin 5-ci il dönümünə toplaşmışıq. Allah məqamın uca eləsin, ruhun şad eləsin. Mən Ağdaş rayon Ləki kəndinin şəhidi Azər Vəliyevin atasıyam. Bizim Enullah qardaşla gəlmişəm. Bizim balalarımız bir yerdə döyüşüb, bir yerdə şəhid olublar. Məkanları cənnət olsun. Bu qəhrəman balalarımız, şəhidlərimiz bizlərə, xalqımıza, millətimizə, devlətimizə öz canları bahasına azadlıq bəxş elədilər. Ruhları şad olsun. Allah, nə deyim, qazilərimizə Allah şəfa versin. Allah şəhid ailələrinin hamısına çoxlu səbirlər versin. Nə deyə bilərəm? Xaqani qardaş, Allah sənin ailənə çoxlu səbirlər versin, ruhu şad olsun, məqamı uca olsun. İntizarın bitmir, ürəyim qan ağlayır. Məzar daşına baxıram, yaramı dağlayır. Anan, bacın qara bağlayır. Sənsiz ötür günlərim, gözlərimin həsrəti hardasan. Məqamları uca olsun bütün şəhidlərimin. Çox çətindir. Bütün şəhid valideynlərin qarşısında baş əyirəm. Onların ruhlarının şad olmasını arzu edirəm. Həmin o gün idi ki, Ləçiplaq kəndinə səda yayıldı ki, Ləçiplaq kəndi sizin şəhriniz var. Onların şəhid olduğu gün hər birisindən ötürü neçə evlərdə göz yaşı axıtdılar valideynlər. Bugün mən burada hər 3 şəhidimizin qarşısında mənim üçün danışmaq çox çətindir. Çünki hər 3 kəndin ən sayılan, hörmət edilən, hörmət yaradan oğulları olubdur. Xəqani əmi, bugün sizin qarşınızda danışmaq, istər mübariz əminin, istər Çingiz əminin qarşısında danışmaq mənim üçün çox çətindir. Və mən bura gələn bütün şəhid valideynlərinə Allahdan səbir dilirəm. Onları şəhirəm. Mən bu kəndin bələdiyyəsi yox, mən bu kəndin qızı olaraq hər zaman əlimdən gələni əsirgəməyəcəm. Hər zaman əlimdən gələni edəcəm ki, şəhidlərimizin valideynləri, nə qədər işlədiyim dövr olsa, şəhidlərimizin valideynləri, onun evlatları, nə işləri, nə çətinlikləri olsa onların hər zaman yanındayam. Və mənim borcumdur və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Məkanları cənnət olsun. Mənim üçün onların qarşısında, onların ruhlarının qarşısında danışmaq çox çətindir. Və Allahdan hər birinə səbir diləyirəm. Və bura gələn hər kəsin vətənpərvərliyi, hər kəsin bir borcudur ki, bugün biz şəhidimizin qarşısındayıq və şəhid analarının yanındayıq və çalışacağıq ki, hər zaman onların xoş günündə, ən çətin günlərində də yanlarında olaq. Təşəkkür edirəm hər birinizə, hər birinizin qarşısında baş əyirəm.
Var olun. Allah sizə səbir versin və inşallah onların evlatları atalarıyla, onların valideynləri evlatları ilə fəxr. Təşəkkür edirəm. Çox sağ olun. Məlumdur ki, biz bu gün bura şəhid Bilalov Abdülcanın Fəqani oğlunun anım mərasiminə toplaşmışıq. Abdülcəmil 1-ci sinifdən 11-ci sinifə kimi bizim məktəbdə, Ləkçibulaq kənd 1 saylı tam orta məktəbdə şagird olmuşdu. Hər üçü, Zamiq də, Elvin də, Abdülcəmil də bir ilin uşaqları olmuşdu. Biraz Zamiq onlardan yaşlı idi. Onların 1-ci sinifə gəlməyi, məktəbdə oxumaqları, hamısı mənim gözlərim önündədir. Düzdür, məktəbdə 600-dən yuxarı şagird oxuyur. İnanın ki, onların hər birinin xarakterini, onların hər birinin davranışı, münasibəti, biz əzbər bilirik onları. Yəni, bu şagirdlərin hər birinin o keçirdiyi günlər, o illər, hamısı mənim gözlərim qarşısındadır. Zamiqə dərs demişəm bir müəllim kimi. Elvinlə Abdülcəmilə dərs deməmişəm. Sadəcə rəhbər kimi tanıyıram həmin uşaqları. Çox sevimli şagirdlər idi. Elə bil seçildilər. Məktəbdən, kətdən, elə bil bu şagirdlər seçildi. Çox çətindir danışmaq. Elə axşamdan bura kövrəlmişəm. Abdülcəmil çılğın bir uşaq idi. Deyim ki, dəcəl idi, yox. Etibarlı bir oğlan idi. Haqqı qəbul edən bir şagird idi. Mən həmişə 11-ci sinif oğlanlarına yığıram ətrafıma onları hər il. Deyirəm ki, ata-ana öz oğluna, övladına necə arxalanır. Bax, mən sizi özümə məktəbdə bir arxa dayaq hiss eləyirəm. Yəni, siz mənim arxamda olmalısınız, 11-ci sinif şagirdləri. O sözləri mən Abdülcəmilə də demişdim. O qədər haqq tərəfdarı bir uşaq idi ki. Bizim məktəb bu deviz altında vətənə, dövlətə sadiq, vətənpərvər gənclər yetişdirmək devizi altında fəaliyyət göstərir. Vətənpərvərlik tədbirlərimiz hədsiz dərəcədə çoxdur. O tədbirlərin hamısında inanın ki, o dava ilə də olsa bayraq Abdülcəmilin əlində olmalıydı və o öndə durmalıydı. Belə bir şagird idi. Yəni, o elə uşaq yaşlarından vətənpərvər bir oğul kimi böyüdü. Onların itkisi, yəni sentyabr ayında dalbadal kəndə verilən o acı xəbərlər hamımızı sarsıdırdı. Tədbirlərdə, axır vaxtlarda mən həmişə vətən haqqında, nə bilim, Qarabağ bizimdir, bu sözləri deməyə artıq çəkinirdim hardasa. Özümüzü günahkar hiss eləyirdim. Və hiss eləyirdim ki, biz gələcək nəsillərə nə qoyub gedirik? Nə boyda 30% torpaqlarımız 30 ildən artıqdır, düşmən əsarəti altındadır. Bunu övladlarımıza necə qoyub gedəcəyik? Yəni, lakin həmin bu oğlanlarımızın sayəsində biz analar, biz valideynlər dik yaşamağı bacardıq. Bugün azadıq. Yəni, necə deyim, onların bu ölümü sayəsində, bu qəhrəmanlığı sayəsində. Şəhid anaları çox çətindir. Sizi mən başa düşürəm. Elə açığı da deyəcəm. Ölüm var da. Məsələn, mən öz-özümə fikirləşirəm ki, hər hansı bir qonşuda, ya əyalətdə, hardasa kimsə nədənsə təbii bir fəlakətdən nədənsə ölür. Ancaq sizin övladlarınız, bizim övladlarımızın, bizim nəvələrimizin, bizim yolumuzda həlak oldular. Bunu anlayanda bu çox çətin bir hissdir. Mən sizə afərin deyirəm. Mən sizin hər birinizin qarşısında bir ana kimi baş əyirəm. Bu çox çətin bir hissdir ki, sizin övladlarınız, sizin doğmalarınız, bizim uşaqların, bizim nəvələrin, bizim övladların yolunda həlak oldular. Mən utanıram sizdən. Həqiqətən. Bu bir utanç hissi var. Ki, yəni siz buna necə dözürsünüz? Bu çətin bir ağrıdır, çətin bir əzabdır. Yenə də başınızı dik tutun. Sizin övladlarınız əbədi yaşayır. İndi Abdülcəmilin məzarı üstündə Allah yolunda öldürülənlər üçün ölülər deməyin. Xeyr, onlar diridirlər. Bilməzsiniz. Hə, bilməyəcəyik. Niyə? Çünki gələcək
Hamısı bunu anacaq, bilməyəcək. Ancaq onlar həmişə yaşayacaqlar. Bir daha onların ruhu qarşısında baş əyirəm. Hər birinizə sizə cəsarət arzulayıram, səbir arzulayıram. Sağ olun. Çox sağ olun. Çox sağ olun. Deyim, dəfələrlə İnsan, yurdum yurul məskər insan. Anamla atan insan. Ayrı konudanlı. Ayrı Kuldamim əmim ölməyibdir, yaşayır indi. Metanı dənlətdir, bir də qəlbimdir. Şəhidlər ölməkdir, onlar daimdir. Şəhidlər ölməkdir, vətən bölünməz. Könüllü yazıldın, döyüşə getdin. İndi ant yerisən, vətən sən əmim. Adın Bilalov Abdülcəmildir. Özün bu millətin fəxrisən əmim. Qazandın amma ki təhsil almadın. Yerinə yetirdin vətən dərsini. Sənin tək oğullar tarix yazdılar. Göstərib tarixin möcüzəsini. Nə olsun oxuyub təhsil almadın. Cavabı verilmiş sualların var. İndi vətən üçün cəsur döyüşçü. Nə qədər diplomun, medalların var. Dünya bir ömürdür, bu zəfərdə payı var. Suqovşan gedəndə hələ doğulmamışdı. Onu Allah yarattı, vətən üçün savaşdı. Savaşdı igid kimi, azad etdi torpağı. Talış yüksəkliyində sancdı çiçəkli bayrağı. Bugün vətən azaddır, o torpaqlar alınıb. Elvin Abdülcəmil kimi oğullar yenidən tarix yazdı. Gör nə qədər cəsurdur, Bozqurd aslan oğullar, vətən tariximizə himni yazan oğullar. Dəhşətə gəlirəm mən oxuduqca sizləri, sıldırım qayaları, vətən eyləyə bilən şəhidin qan izləri. İlk dəfə Suqovşana girən qəhrəmanların Abdülcəmil dayımda. Keçsə də neçə illər, dəyişsə də fəsillər. Sənin kimi igidlər, sənin hər qayasında, başında yazılacaq. Qan ilə yazdı zəfər dəstanı, 30 il gözləmişdi bu tarixi bu anı. Analar ağlamasın, şəhidlər ölməzdilər, düşmənlər öz xoşuyla yurdumuzdan dönməzdilər. 44 cümmin ilin tarixini yazmışıq. Qarabağ Azərbaycandır, biz zəfər qazanmışıq. Polad iradəmiz var, sınmarıq, əyilmərik. Bir ölüb min dirilən, igid mübarizlər. Əgər bilirsən mənimsən, yurdum ürək müştənimsən. Anam doğma vətənimsən. Ayrıyan kölündən, ayırbaydan, ayırbaydan. İcazə versəydiniz, mənim qonşuluğumda bir qardaş yaşayır. 20 il idi ki, 20 il Kalyaskada gəzirdi. Qardaşının verdiyi bir böyrəklə yaşayırdı. Diyaliz xəstəsi. 20 il Kalyaskada. Hər kəs eşitsin. Vaxt gəlir, bu qardaşının verdiyi böyrək də öz fəaliyyətini itirir. Onu təcili çatdırırlar Bakıya öz professorunun qəbuluna. Professor müayinədən keçirir. Professor öz xəstəsi müayinədən keçirir. Yəqin yaşayışı az qaldığı üçün vaxt verir ki, get 10 gündən sonra gələrsən. Nəysə, həmən bu qardaşı gətirirlər evinə. Kalyaskada bir həftə, 7 gün Kalyaskada bu qardaşı aparırlar. Bizdə Şəhidlər Xiyabanı var. Şəhidlər Xiyabanına. Orada 7 gün ağlayır. Ağlayır, ürəyindən keçəni deyir, kömək diləyir. Vaxt gəlir, tamam olur, professorun dediyi vaxt tamam olur. Bunu aparırlar yenidən Bakıya, çatdırırlar. Professor bir dəfə müayinədən keçirir, 2 dəfə keçirir, 3 dəfə keçirir. Əlin qoyur bu qardaşın çiyninə, deyir, mən neçə illərdir bu sənətin sahibiyəm. Belə bir möcüzə məndə rast gəlməyibdir. Sən nə eləmsən belə? Deyir,
həkimdə belə-belə şəhidlər xiyabanına getmişəm. 7 gün ziyarət eləyib ağlamışam, yalvarmışam. Bundan artıq heç ara getməmişəm. Deyək, dur ayağa, sənə 2 dənə tabletka yazıram. Bu tabletkaları qəbul elə. Deyilən də olubdur. İndi hal-hazırda həmin qardaş mənim kimi gəzir, mənim kimi Lapaçkada işləyir. Dediyim odur ki, ən böyük ziyarətgah təmiz ürəklə, sidqi ürəklə şəhidin ziyarətinə gedərsinizsə, ən böyük ziyarətgah şəhidin məzarıdır. Bilirəm, hər birinizi hörmətli mərasim iştirakçıları, əziz şəhid valideynləri. Mənim üçün danışmaq çox ağırdır. Çünki həmin illərdə mən həm 1-ci Qarabağ müharibəsində, həm 2-ci Qarabağ müharibəsində kəndə rəhbərlik eləmişəm. Və o günlərin, o qanlı günlərin şahidiyəm. Əvvəla hər birinizdən bugün kəndimizin bütün sakinlər adından, bizim kədəklara, həm bütün iştirakçılara dərin təşəkkürümü bildirirəm. Abdülcəmil haqqında da çoxlu xatirələrim var, düzdür, hamısını burada danışmaq mümkündür, amma birini mütləq deməliyəm. Çünki həmin gün gecə xeyli vaxt keçməsinə baxmayaraq biz o vaxtki hərbi komissarlıq səfərbərlik xidmətində idik, Göyçay şöbəsində və Abdülcəmilin sənədi tapılmadı. Yola salmaq üçün sənədi tapılmadı və tapılmayanda Abdülcəmil çox böyük təkidlə mənə dedi ki, mənim sənədim mütləq tapılmalıdır. Və vərəqə verdik. Onunla o ön cəbhəyə yola salındı. Və onun qara xəbəri gələndə də mən çox böyük əzab keçirdim və axtarışında iştirak elədim. O qara günləri bugün yada salmaq mənim üçün çox ağırdır. Amma bugün xoşbəxtəm ki, burada iştirak edirəm və mən arzu edirəm ki, o balalar, Hüseyin müəllim dedi, o balalar böyüyəndə də düşünəcəklər ki, bəli, ataları onlar üçün elə bir yol açıb ki, o zirvə yolunu heç kim fəth edə bilməz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Valideynlərinə səbir diləyirəm, deyanət diləyirəm, rəhmət eləməsin. Yəni, arzu edirəm, bizim böyük arzudur. Mən yəqin ki, o qədər vaxtda yaşamaram, amma arzu edirəm bu günlərim ki, Allah mənə qismət eləsin, həm Mustafa'nın, həm Ahmədin hansı bir şad günündə sizin həyatda iştirak edeyim. İnşallah. Mənim sözümün şəxsi arzumdur, əlbəttə. Hamının arzusu böyükdür, əl çatandır. Allah qismət eləsə, yəqin ki, Allah o günlərə məni də saxlayır. Amin inşallah. Təşəkkür edirəm. Sağ olun. Az bir müddət insan şəhidi idi. Astara şəhidi. Astara şəhidi. 18 yaşında. 18 yaşında. Elə bir ki, bir müddət xəbər gəlməyib, sonra zəng edib deyib ki, məndən narahat olmayın. Yanımda Abdülcəmil var. Mənə atalıq edir. Ondan elə bir şey, o vaxtdan sonra, elə bir şey, tapılandan sonra çox işlərlər, qardaş axtardı tapdı. Bir ailəyik, inşallah gedişimiz, gəlişimiz. Abdülcəmil də elə bir ki, ev deyək muzeyində bir dənə Abdülcəmilin şəkili var. Yəni, böyük qardaş. Atasına zəng edib deyib ki, məndən narahat olma, burada sizi əvəz edən bir Abdülcəmil var Göyçaydan. O mənə həm atalıq, həm analıq eləyir. Yəni, bu elə bir məclis, elə bir mərasimdir ki, deyək, elə bir tədbirdir ki, burada saatlarla danışmaq olar. Yeganə mən şəhid analarına təsəllin evindən, amma həqiqi bir təsəllin evindən, İnşallah bu ölümdür, bu əbədi həyatdır, əbədi yaşayışdır. İnşallah ki, bu dünyanın ötəki tərəfi var. Biz burada belə rahat, dünya cəhətdən belə rahatıq. Amma əbədi həyat deyilən bir məsələ. İnşallah onlar həm bu dünyada, həm əbədi həyatda, ahirətdə inşallah bizə şəfayətçi olacaqlar. Hətta bəzən deyilənlərə görə şəhidlər valideynlərə dünya işlərində belə yardım edirlər. Yəni, elə bir şeylər də var imiş. Yəni, müəllimə çox gözəl bir ifadə elədi. Allah sizdən də razı olsun. Ki, onlar, yəni bu günlərim bizim onları görmək
Allah bize o kabiliyeti vermeyip. Yani Allah bize veren kabiliyet bundan artıqdır. Yani biz onları göre bilmiyoruz. Ama Kur'an-ı Kerim necə ki oxudunuz orada, yani onlar diridirlər. Lakin siz belə bilməzsiniz. Biz niye bilmərik? Allah bize o kabiliyeti vermeyip. İnsanoğluna o kabiliyeti vermeyip. Ama onlar bizim etrafımızdadılar, sağdılar, diridirlər. Yani Kur'an-ı Kerim deyir bunu. Kur'an-ı Kerim'in nazil olandan bir hərfi belə dəyişməyib. Yani madem ki dəyişməyib, o deyilən məsələlər həqiqətdir. Şəhid valideynləri bunu dərk edirlər, hiss edirlər ki, həqiqətən onlar sağdılar və ətrafımızdadılar. İnşallah Allah hər birimizə səbir versin. Gələnlərinə hər şey təşəkkür edirəm. Gələnlər inşallah nəsibi olan insanlardır. Yəni şəhiddən nəsibi olan insanlar buradadılar. Allah inşallah gəlməyənlərə də o nəsibdən pay versin. Allah şəhidlərimizin məqamını uca eləsin. Peyğəmbər Əfəndimizə qonşu eləsin. Bütün buradakılara inşallah şəfaətçi olsun. Millətimizə, xalqımıza Allah xeyirli ömürlər versin. Müharibəsiz, sıxıntısız bir həyat həm bu dünyada, həm ahirətdə inşallah Allah nəsib eləsin. Şəhidlərimizi Peyğəmbərimiz Əleyhissalatu vəsselama Allah qonşu eləsin inşallah. İnşallah bizlər də şəhidlərimizə qonşu eləsin. Bütün şəhid valideynlərə, şəhid istəyənlərinə Allah hidayət versin. Allah səbir cəmil ihsan eləsin. Yəni bizim vəzifəmiz inşallah ki unutmayaq, unutturmayaq. Yəni unutmağımız, yəni tək elə bir bugünkü bu mərasim deyək, bu xalq üçün nə qədər böyük bir əlzəm, bir elə bir ehtiyacdır yəni. Niyə ehtiyacdır? Bizim dörd bir tərəfimiz düşmanlarla sarılı bir vəziyyətdədir. Hər an yenə nəsə ola bilir. Amma o cəhətdən də, yəni bu günlərin bizim millətimiz, bizim xalqımız, bizim gənclərimiz bunları şərtdir. Allah inşallah də görüşməyə Allah nəsib eləsin inşallah. Allah hamıdan razı olsun, gələn ayaqlarınız var olsun. Sizə çox təşəkkür edirəm. Bugünkü günü həqiqətən həm Allahdan gözəl bir hava, həm insanların üzündə gözəl bir təbəssüm, hər kəs bir sevinç içində. Hamınızı təbrik edirəm. Siz də məni təbrik edin ki, inşallah yəni onun bax bu günü mən elə bir ki bu qəbir üstündə çıxış elədim. Dünyanın çox yerindən elə bir təşəkkürnamələr gəldi ki, biz elə bir ki bu şəkildə şəhid uğramağı biz görməmişik, yəni bilmirik yəni. Allah mənə elə bir səbir verdi ki, yəni mən orada hardan gəldi? Mən onu tapdığımdan dolayı. Yəni elə bir ki 32 gün çəkdim. Amma 30 gün nə qədər zulüm, nə qədər zor olduğunu onda dərk elədim ki, həqiqətən bir valideyn üçün çox ağır bir şeydir. Yəni onu tapandan sonra elə bir ki, birinci də Aydın müəllimə zəng elədim ki, Aydın müəllim tapdıq inşallah, Allaha çox şükür olsun. Uzun bir proseslərdən sonra Allah hamımızdan razı olsun. İnşallah ki unutmayaq, unutturmayaq. Allah cənnətdə görüşməyə nəsib eləsin hər birimizə. Allah onun şəfaətini nəsib eləsin. Çox sağ olun, gələn ayaqlarınız var olsun inşallah. Halal eləsin, əziyyətli oldu sizə də. Amma bu işin içində çox inşallah biat ediyim için çox böyük bir sabah var. Burada iştirak edənlərin hər hamısını inşallah Şamil əmin, bizim orada ehsanımız olacaq, Şamil əmin Stalovasına inşallah dəvət edirik. Amma xahiş edirəm hər kəsin getməyi şərtdir inşallah. Allah hamımızdan razı olsun. Çok sağ olun, çok teşekkür ederim. Efendim bir tane dua verirsen. Selamun alel mursalin velhamdülillahi rabbil alemin. Allahümme salli ala. Şəhid ailələr adından hər birinizi salamlayıram. Biz bugün bura bizlərə azadlığı bəxş edən qəhrəman şəhidimizin 5-ci il dönümünə gəlmişik. Allah bütün şəhidlərimizin məqamını uca eləsin, ruhları şad olsun. Amin. Allah şəhidlərimizin ailələrinə də çoxlu səbirlər versin, qazilərimizə Allah şəfa versin. Mən Hacıyev Eynullah, Ağdaş rayon, Gözüba kəndində. Oğlumun adı Murad Hacıyev. Bütün şəhidlərə Allah rəhmət eləsin, hamısına bir yerdə. Qazilərimizə də Allah kömək olsun. Sağ olun. Xəqani qardaşımın da ailəsinə Allah çoxlu səbirlər versin. Bizim qəhrəman balalarımız bizlərə azadlığı bəxş elədi. Dövlətçiliyimiz oldu, xalqımız, millətimiz azad firavan yaşayır. Bu qəhrəman şəhidlərimizin qanı, canı bahasına, ruhları şad olsun. Bir daha deyirəm, Allah ailəsinə, Xəqani qardaşıma çoxlu səbirlər versin. Amin. Mən sizin komandanıza da təşəkkür edirəm ki, bu şəhid ailələrinin ziyarətinə gələndə bu toplantıları çəkirsiniz, işıqlandırırsınız. Sizin komandanıza zəka
İsmailova təşəkkür edirəm. Çox sağ olun. Allah Borcumuz. razı olsun sizlərdən ki, şəhidlərimizi efirlərdə işıqlandırırsınız. Körpə balalara tanıtdırırsınız. Allah hər birinizdən razı olsun. Təşəkkür. Borcumuzdur. Allah sizə sabır və dözüm versin.